Niyə ətraf təsirinə düşməməlisiniz? Bugün sizə 4 yaşlı Sadanın hekayəsini danışacağam. İlk başda qeyd edeyim ki, məni tanımayanlar üçün Sada mənəm. Uşaqlıqda mən və məndən 2 yaş böyük olan bacım rəqs eləməyi çox sevirdik və bir uşaq rəqs yarışına qatılmışdıq. Yarış rəqs yarışı olmasına baxmayaraq, yarış əsnasında bütün qızlar başladılar poz verməyə, podiumda gəzərmiş kimi gəzməyə və s. Ən sonda səhnəyə mənimlə bacım çıxırdıq. Ayrı-ayrı. İlk öncə bacım çıxırdı, sonra isə mən çıxırdım. Və bacım o an düşünüb ki, heç kəs əgər rəqs eləmirsə, böyük ehtimal rəqs eləmək lazım deyil, sadəcə biz səhv başa düşmüşük konsepti. Və bacım da səhnəyə çıxıb başlayıb poz verməyə, podiumda gəzərmiş kimi gəzməyə və s. Ən son səhnəyə mən çıxırdım, çünki yaşca ən balaca orada mən idim və mən səhnəyə çıxan kimi dayanmadan rəqs eləməyə başlamışam. Və qalib olmuşam. Bacım da mənə gəlib dedi ki, səndən əvvəl heç kəs orada rəqs eləmirdi də, sən nə əcəb getdin rəqs elədin? Mən də bacıma demişəm ki, mən də onlara baxıb fikirləşirdim ki, bunların başı çatmır, rəqs yarışıdır, niyə görə rəqs eləmirlər? Və problemin onlarda olduğunu düşünmüşəm, məndə olduğunu düşünməmişəm. Çünki öz fikrimdən əmin olmuşam ki, biz rəqs yarışına gəlmişik, aparıcı rəqs eləyən qalib olacaq deyib. Ona görə də kim nə eləyirsə eləsin, özüm nəyi düz saymışamsa onu eləmişəm. Bacım mənə indiyə kimi deyir ki, sən o hərəkətin mənim üçün həyat dərsi oldu ki, başqalarına yox, özünə qulaq asmaq lazımdır.